hal-hazırda İran və İsrail arasında müharibələr gedir, gərgin döyüşlər gedir. Azərbaycan tərəfi olaraq hansı dövləti dəstəkləyərdiniz? Əlbəttə ki, mən İsrail dövlətini dəstəkləyirəm. Niyə? Ona görə ki, 44 günlük müharibədə 2020-ci ildə bizə onlar yəni ki, dəstək olub, kömək olub. İstər texnika baxımdan, istər qida baxımdan, istər təchizat baxımdan ən çox yəni ki, ölkələrdən biri İsrail bizə dəstək olub. Ona görə mən İsraili dəstəkləyirəm. Təşəkkür edirik. Sağ olun. Hazırda İranla İsrail arasında müharibədə Azərbaycan tərəfi olaraq hansı dövlət dəstəkləyirsiniz? Mən şəxsən deyə bilərəm ki, bu son Qarabağ müharibəsində İsraillər bizə dəstək oldu. Bəli. Necə deyirlər, ondan dəstək oldu. Türkiyə dövləti olsun, Pakistan olsun. İsraillə biz çox, yəni bizə deyim, belə dəstək keçdi. Bəli. Mən belə baxanda düzdür, İran Respublikası düzdür, müəyyən Azərbaycanlıları var hal-hazırda. Amma mən düşüncəmlə belə deyim, yəni İsrail Azərbaycana dəstək olur, mən İsrail almışdım. Təşəkkür edirəm. İndi xalq olaraq, yəni bizə o demək deyək ki, İranda məsələn, orada məsələn 30%, 20%, 40% Azərbaycan vardır, onun ki, dəqiq işləyərlər, sübəri belə deyim. Ən önəmlisi, Azərbaycana hansı xalq üstün bir dəstək verirsə, mən buna yapasın. Yəni bizim pis günümüzdə yanımızda olan kim idisə ona dəstək edirik. Təşəkkür edirik, minnətdarım. İsmail bəy, üçüncü sualımız ondan ibarətdir ki, hal-hazırda İranla İsrail tərəfində müharibə gedir və Azərbaycan tərəfi olaraq hansı dövləti dəstəkləyərdiniz? Dəstəkləmək istəmirəm, nəyə görə? Çünki müharibə özü pisdir. Müharibədən heç kim xeyir tapmır. Bəli. İstər qalib olan tərəf, istər məğlub olan tərəf, müharibə bütün kainata, bütün bəşəriyyətə ziyandır. Sülh istəyirsiniz. Bəli, bəli. Tamam, təşəkkür edirəm. Sağ olun. Hal-hazırda İsrail-İran müharibəsi gedir. Azərbaycan tərəfi olaraq hansı ölkəni dəstəkləyərdiniz? Mən haqqının tərəfindəyəm, belə götürək. Bəli. Amma bir müsəlman olaraq yəni İran dövləti dəstəkləyir. Təşəkkür edirik, sağ olun.